Esselamu aleyküm hocam. Ve aleyküm selam. Elşad Miri'nin Peyğəmbərimiz hansı məzhəbdə olub sualına necə cavab verə bilərik? Çox bəsit. Linki də atıram. Linkdə gəlib. Bərabər baxaq, bərabər cavab verək. Mən deyirəm ki, Peyğəmbər hansı məzhəbə uyğun gedib? Bu yaddır mı? Bilmirəm. Peyğəmbərin məzhəbi olubmu? Səhabələrin məzhəbi olubmu? Yəni bunlar olmayıbsa, deməli əksini iddia eləmək özü yaddır, ay Elçinmi? Demək ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin məzhəbi nə olub? Səhabələrin məzhəbi nə olub? Qardaşlar, belə bir söz var. İnsan bilmədiyinin nəyidir? Düşmənidir. Elşad Miri də nəyin düşmənidir? Məzhəblərin düşmənidir. Demək ki, Elşad Miri məzhəbləri bilmir. Bilmədiyinə görə düşmən olub. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm məzhəbi nədir deyə hər verilişə çıxanda soruşur. Və sonra da gülür, təbəssüm edir. Sanki bomba bir sual soruşub, onun cavabını heç kim verə bilməyəcək və bu uddu. Elə bir davranışı, elə bir hərəkətləri var. Çox bəsit bir şəkildə indi bunu dəyərləndirək. Birincisi, insanın əgər bir şey haqqında təsəvvürü yanlışdırsa, gələcəyə nəticə də nədir? Yanlışdır. Əgər təsəvvürü doğrudursa, gələcəyə nəticə də nədir? Doğrudur. Məzhəblər nədir? Onu birinci bilək. Onunla bərabər, hamımız bərabər yəni bir nəticəyə gəlmiş olacağıq. Quran-ı Kərimdə Allah Azza və Cəllənin ayələrindən murad nədir? Yəni bir çox mənalar ehtiva edir. Hansı murad ediləndir? Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin hədislərində ki, bir çox mənalar ifadə edən hədislərində Peyğəmbər Əfəndimizin muradı nədir? Bunu təyin etməyə çalışmaqdır məzhəblər. Yəni, bir ayə var, bu mənada ehtimallıdır, bu mənada ehtimallıdır, bu mənada ehtimallıdır. Allah Azza və Cəllənin muradı hansıdır? Məzhəblər bunu təyin etməyə çalışır. Rasulullah sallallahu aleyhi və səlləmin sözü bu mənaya da ehtimalı var, bu mənaya da ehtimalı var. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm muradı hansıdır? Məzhəblər bunu təyin etməyə çalışır. İndi gəlirik nəticəyə. Demək ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin zamanında, yəni Peyğəmbərimizin özünün sizcə bir məzhəbə ehtiyacı olardımı? Yəni insan özü bir söz deyir, muradını özü biləcək. Sahabələrin bir məzhəbə ehtiyacı olardımı? Olmazdı. Əgər elə bir şey olsaydı, yəni Peyğəmbər Əfəndimizin sözündən muradın nə olduğunu bilmək istəsəydilər, Əfəndimiz sallallahu aleyhi və səlləmə gedərdilər, soruşardılar ki, bunu da biz tarixdən görürük, bunlar baş verib. Məzhəblər isə daha sonra, yəni Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin vəfatından sonra onun sözlərindən murad hansıdır, onu təyin etməyə çalışmaqdır. Bu qədər bəsit. Yəni məzhəblər bu ikən, yəni məzhəblərin mahiyyəti bu ikən, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm məzhəbi nə olub, sahabələrin məzhəbi nə olub deyə soruşmaq çox mənasız bir şeydir. İnsan özünü cahilliklə vəsf etməyə bu qədər tələsməməlidir. Elhamdülillahi Rabbil aləmin.